Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə çatdıracağım 2025-ci il test toplusu 11-likdən əvəzliyin izahını. Gəldik. Nə deyir burada? Əvəzliyin quruluşca növlərini, əvəzliyin mənaca növləri haqqında və testin üzərində izahımda nəzərinizə çatdıracağım qayda haqqında. Birinci testdə əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Hər kəs qeyri-müəyyən əvəzlikdir. Hərə qeyri-müəyyən əvəzlikdir. Biri qeyri-müəyyən əvəzlikdir. Hamı qeyri-müəyyən əvəzlik. Filan isə öz, hər, filan bu təyin əvəzlikdir. Oldu E variantı. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işləmişdir? Qeyri-müəyyən əvəzliklər hansılardır? Hamı, hərə, sonra biri, hər kəs, hər şey. Bunlar qeyri-müəyyən əvəzlikdir. Sən də çox əsəbləşmə. Sən burada şəxs əvəzliyidir. Kim etiraf etdi ki, Bakıdandır? Kim sual əvəzliyidir? Onlar bu məsələdən xəbərdardırlar. Onlar şəxs əvəzliyidir. Özünü çox yorma. Özünü çox yorma bu təyin əvəzlikdir. Y variantıdır doğru cavab. Meyvələrin hamısı öz bağımızdandır. Hamı qeyri-müəyyən əvəzlikdir. Özdə əvəzliyin quruluşca sadəsidir. Yeri gəlmişkən onu da qeyd edim. Sonra hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənmişdir? Hər kəs o zaman bizi başa düşmədi. Hər kəs qeyri-müəyyən əvəzlikdir. Hər kənddə 2 məktəb binası tikilmişdi. Hər, öz, bütün filan bu təyin əvəzlikdir. Səhər açılanda hamı Azadlıq meydanına tələsirdi. Hamı qeyri-müəyyən əvəzlikdir. Özüm bu hadisələrin şahidi olmuşam. Bu burada işarə əvəzliyidir. O, bu, elə, bilə, həmin, haman. Hərə öz gördüyündən söhbət edir. Bu da hərə oldu nə? 1, 3 və 5 B variantı. 4-də deyir nümunədəki işarə və şəxs əvəzliklərinin sayını müəyyənləşdir. Müəyyən edin. Yenə o bağ olaydı. Yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq. Sizə qonşu olaydıq. Deməli, işarə və şəxs əvəzliklər. İlk öncə işarə əvəzlikləri tapıram. Deməli, o, sonra siz şəxs əvəzliyi, o bağa köçəydiniz. Hansı bağa? Bu işarə əvəzliyi. Yenə o bağ olaydı. Hansı bağ? İşarə əvəzliyi sifətin sualına cavab verir və sifətin yerində işlənir. Bu da yenə işarə əvəzliyi. Biz də muradımızca, biz şəxs əvəzliyi, fələkdən kam alaydıq, sizə qonşu olaydıq. Bu da şəxs əvəzliyi. Deməli, neçə dənə işarə əvəzliyi oldu? 1, 2 işarə əvəzliyi, 3 dənə də şəxs əvəzliyi. 1, 2, 3. Oldu D variantı. 5-də biri əvəzlik deyil. Səndən, sən şəxs əvəzliyi, dandən çıxışlar şəkilçisidir. Kimdən, kim sual əvəzliyidir. Dandən isim şəkilçisini qəbul edib. Bundan, bu işarə əvəzliyidir. İsim şəkilçisini qəbul edib. Məsələn, burada hərdən, nə zaman? Dandən şəkilçisi ümumiyyətlə yadınıza saxlayın, amonim şəkilçisidir. Yerinə görə həm leksik, həm də qrammatik. Necə ki, burada dandən çıxışlı xal şəkilçisidir. Bax, bunlar da hərdən çıxışlı xal şəkilçisidir. Hərədən. Amma burada isə hər sözündən hərdən zərf yaradıb. Hərdən bizə gələrdi nə zaman? Zaman zərfi yaradıb dandən şəkilçisi. Oldu nə? D variantı. Məntiqi baxımından nöqtələrin yeri hansı cümlə yazıla bilər? Əhməd haradadır? Sual əvəzliyidir. Yolumuz hayanadır? Sual əvəzliyidir. Nə yazım? Sual əvəzliyidir. Deməli, sual əvəzliyi olan cümlə tapmalıyam. Sual əvəzli cümlə. Baxaq görək. Deyir, gün var əsrə bərabər. Burada yoxdur. Sizsiz, ədəbiyyat, dəyirman, kimdir, müqəssir olacaq Y variantı. Çünki sual əvəzliyidir. Y variantı bura uyğun gəlir. Sonra gəldik. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənir?
qeyri-müəyyən əvəzliyi bayaq sadaladıq. Kim bu işdən xəbərdardır? Kim burada sual əvəzliyidir? Heç kəs həmin günləri xatırlamadı. Heç kəs. Qeyri-müəyyən əvəzlik oldu B. Sonra nə deyir burada 8-də? Deyir ki, o qış gecəsində bütün daxmalarda hamı oğlanın həcvini təkrar edirdi. İsa Hüseynov. Nümunəsində əvəzliyin mənaca növləri və sayını. O qış gecəsi, hansı qış? Bu işarə əvəzliyi. Gecəsi bütün, röz, bütün filan təyin əvəzlik. Daxmada hamı qeyri-müəyyən əvəzlik. Həcvini təkrar edərdi. Deməli, nə oldu? Bir dənə işarə əvəzliyi oldu. Bir dənə təyini, bir də qeyri-müəyyən. 8-də A. 9-a baxırıq, deyir ki, şəxs əvəzlikləri ilə bağlı səhv fikri göstərin, müəyyənləşdirin. Şəxs əvəzlikləri mən, sən, o təkə görə, biz, siz, onlar cəmə görə. Yadınızda saxlayın. Mən, sən, biz, siz yalnız insan anlayışı bildirir. O və onlar həm insan, həm də cansız mənasını bildirir. Cansızı bildirir. Getdik. Nə deyir? Deyir ki, şəxsə və kəmiyyətə görə dəyişə bilir. Bəli. Şəxs əvəzlikləri haqqında bu da olur. Mənsubiyyətə görə dəyişir, xeyr. Hallana bilirlər. Hallana bilir. Bəzən uşaqlar bu mənim və bizim sözlərindəki, əvəzliklərindəki bu imi mənsubiyyətlə qarışdırılır. Bu, in-4 variantlı şəkilsidir. Sadəcə tələffüzə görə, düzgün tələffüz alınması üçün im kimi tələffüz olunur. Onu bilin ki, şəxs əvəzlikləri hallana bilmir. Oradakı yiyəlik haldır. Mənsubiyyətə görə dəyişə bilmir. Hallana bilir. Bunlar yiyəlik halın şəkilçisidir. Cümlənin feili xəbəri olur. Ümumiyyətlə, şəxs əvəzlikləri ad bildirən sözlərə daxildir və ismi xəbər olurlar. Sonra cümlədə dedik ki, üçüncü şəxs bildirən əvəzliklər heyvan və cansız əşyalar da ola bilər, bayaq qeyd etdim. Amonim xüsusiyyətinə malik olmur. Amonim xüsusiyyətinə malik olmur, səhvdir. Niyə ki? Məsələn, tutalım, şəxs əvəzliklərindən biz, bir var, ayaqqabı tikmək üçün istifadə olunan qalın iynə, deşmək üçün istifadə olunan qalın iynə biz, əşya, bir də şəxs əvəzliyi, birinci şəxsin cəmi. Oldu nə? 2, 3 və 5 A variantı. Hansı cümlələrdə işarə əvəzlikləri sifəti əvəz etmişdir? İşarə əvəzlikləri hansıdır? O, bu, elə, bilə, həmin, haman. Bunların da əsas funksiyası sifəti əvəz edib cümlədə təyin olurlar. Baxdıq, bu, elə, bilə, həmin. Belə təsir ocaqlarının sayı artmaqdadır. Necə təsir ocaqlarının sayı artmaqdadır? Belə. Belə. Sifəti əvəz edib cümlədə təyindir. Sonra, sən sualları belə hazırlamalısan. Sən burada şəxs əvəzliyidir. Burada isə feilin yanında gəldiyinə görə zərf əvəz edib. Sonra 3. Elə baxırsan ki, sanki məni ilk dəfə görürsən. Nə tərzdə baxırsan? Burada feilin yanında gəldiyinə görə zərflikdir. Zərfi əvəz edib cümlədə zərflikdir daha doğrusu. Elə yazıları əla qiymətləndirmək olar. Necə yazıları əla qiymətləndirmək olar? Elə yazıları. İsmin yanında gəldiyinə görə oldu nə? 1 və C variantı. Sonra 11-də nə deyir? Deyir ki, məni qanadının üstünə götür. Ahunu gördüyün o yerə yetir. Toru dişlərimlə doğrayım dedim. Ahunu o tordan tez xilas edim. Bəyəndi tədbiri bütün yoldaşlar. Bu işə ürəkdən şad oldu onlar. Qasım bəy Zakir. Nümunədəki əvəzliklərin müəyyən edin. Məni qanadının üstünə götür. Mən şəxs əvəzliyim. Ahunu gördüyün o yerə yetir. Hansı yerə? Bu işarə əvəzliyidir. Toru dişlərimlə doğruyum dedim. Ahunu o tordan tez xilas edim. Deməli, burada da o tordan, hansı tordan işarə əvəzliyidir. Bəyəndi tədbiri bütün yoldaşlar. Bu da təyin əvəzlikdir. Bu işə ürəkdən şad oldu onlar. Hansı işə? Bu işə. Bu da oldu işarə əvəzliyi. Bir də onlar şəxs əvəzliyi. Deməli, nümunədə əvəzlikləri müəyyənləşdirin. Əvəzlikləri müəyyənləşdirək. Baxaq görək. Bir dənə, burada bir dənə nə var? Bir dənə təyin əvəzlik var.
Sonra şəxs əvəzliklərə baxım görüb. Mən və onlar. 2 dənə şəxs əvəzliyi, bir dənə təyin əvəzlik. Digərləri isə işarə əvəzliyidir. O, bu. Nə oldu? Bir dənə təyin, 2 şəxs. Y variantı. 12. Deyirəm ki, uzaq yollarda susuzluq çəkən bir insan yollarında bula-bulaydı. Bütün məslək dostlarımın bu dünyada mən hər qəminə, nəşəsinə ortaq olaydım. Səməd Vurğun. Nümunədə işlənmiş əvəzliklərlə bağlı. Əvəzlər məna və sayını, məna növünü və sayını. Gəldik, baxaq. Deyirəm ki, uzaq yollarda susuzluq çəkən, burada yoxdur. Bir insan yollarında bulaq olaydım. Burada da əvəzlik yoxdur. Bütün məslək bu təyin əvəzlik. Dostlarımın bu dünyada mən işarə və şəxs hər qəminə, hər öz bütün təyin ortaq olaydım. Deməli, 2 dənə təyin əvəzlik var. Bir dənə işarə, bir dənə də şəxs oldu. Nə? 12-də A variantı. 13-ə baxırıq. 13-ə baxaq. 13-də. Deyir, nümunələrin birində təyini əvəzlik işlənmişdir. Təyin əvəzlik işlənmişdir. Gülməlisən, məzəsən, hər çiçəkdən təzəsən elədiyi birincidədir. Hər təyin əvəzlikdə A variantı. Nümunələrin birində qeyri-müəyyən əvəzi işlənmişdir. Nümunələrin birində qeyri-müəyyən əvəzlik. Deyir, hər yetənə salam verib dost demə. Hər yetənə, hansı yetənə bu? Burada təyin əvəzlikdir. Kim bilir neçədir dünyanın yaşı? Bu sualdır, bu da sualdır. Biri yol gedir, bizdən qabaqda biri. Biri ilə qeyri-müəyyən əvəzlikdir. 5, 15. Hansı cümlədə o həm işarə, həm də şəxs əvəzliyi kimi düşünülə bilər? Baxın, o amonim xüsusiyyəti daşıyır. Həm şəxs əvəzliyi ola bilir, həm də işarə əvəzliyi ola bilir. Sonra deməli, o mənimlə 3 ildir ki, zavodda işləyir. O mənimlə, bizdən deyir ki, o həm işarə əvəzliyi olsun, həm də kim mənimlə 3 ildir ki, zavodda işləyir? Bu, burada elə şəxs əvəzliyidir. Sonra, mən çağırdım, o eşitmədi. Kim? Elə burada da şəxs əvəzliyidir. O, heykəlin qarşısında fikrə getmişdi. Bax, bunu iki başda düşünmək olur. Onu həm şəxs əvəzliyi kimi, həm də işarə əvəzliyi kimi necə eləyəcəksiniz? O, heykəlin qarşısında fikrə getmişdi. Məsələn, bunun yerinə insan qoya bilərsiniz. Məsələn, deyirik ki, Ceyran heykəlin qarşısında fikrə getmişdi. Kim? Onda neyəcəm? Bu, şəxs əvəzliyidir. Hətta özündən sonra vergül də qoyacam. Yox, mən onu sifəti əvəz edib təyin funksiyasında versəm, vergül qoymayacam bunda. Məsələn, o heykəlin qarşısında fikrə gedir. Hansı heykəlin qarşısında? Onda doğru cavab C variantıdır. Sonra, hansı cümlədə o həm işarə, həm də şəxs əvəzliyidir? Elə əvvəlki 15-in təkrarı. O, bizim uşaqların hamısından böyük idi. Kim? O. Deməli, bu elə burada şəxs əvəzliyidir. Sonra, bir ayda o necə də qaralmış və kökəlmişdir. Kim? O, burada şəxs əvəzliyidir. O da gün batan kimi bazara tərk edir, hara isə tələsidir. Kim? O, şəxs əvəzliyi. O geniş eyvanda ətrafı seyr edirdi. Deyirəm ki, Ceyran geniş eyvanda ətrafı seyr edirdi. Bir də deyirəm ki, o geniş eyvanda, hansı geniş eyvanda? O, işarə əvəzliyi oldu. Nə? D var. 17-yə baxaq, nə deyir 17-də? Deyir ki, hal şəkilçili əvəzliklərin məna növünə görə düzgün ardıcılığı müəyyən edir. Qaraca çoban onun toz qaldırıb getdiyi yollara baxdı. Bir də burada onundur, şəxs əvəzliyidir, özü yiyəlik hal şəkilçisi qəbul edir. Şəxs əvəzliyi. Sonra, Beyrək özü içəri girmək istədi, onun özü. Var burada əvəzlik, amma bu mənsubə şəkilçisi qəbul edib. Qazanın obasında hələ heç kəsin, heç nədən xəbəri yoxdur. Heç kəs qeyri-müəyyən əvəzlikdir. Bu, yiyəlikdir, bu da çıxılğan şəkilçisi, bu da qeyri-müəyyən əvəzlikdir. Bu, şəxs əvəzlikdir, bu qeyri-müəyyən əvəzlik. Bunu görən Qaraca çoban sapanda əl atdı. Bu, işarə əvəzlikdir, bunu.
Burada təsir real şəkilçisi. Onu hardan biləcəm? Çünki feilin yanında gəlir təsir real. Bu da təsir real şəkilçisi qəbul etmiş işarə əvəzliyidir. Belə yazaq da, işarə əvəzliyi. Elə belə işarə qoyaq. Kim at çapacaq, kim ox atacaq? Bu sual əvəzliyidir. İsmin adlı xalqındadır. İndi nə oldu? Sual əvəzliyidir. Deməli, şəxs əvəzliyi, birinci şəxs əvəzliyi. Sonra qeyri-müəyyən əvəzlik. Sonra da işarə əvəzliyi. Hanı işarə əvəzliyi? 4. Deməli oldu D variantı. Sonra hal şəkilçili əvəzliklərin məna növünə görə düzgün ardıcılığı düz. Düzgün ardıcılığı 17-nin təkrarıdır. Gəldik. Deyir ki, Bayburanın oğlu quldurların üzərinə hücuma keçir. Onlara qalib gəlir. Bayburanın oğlu quldurların üzərinə hücuma keçir. Onlardan onlara. Şəxs əvəzliyidir. Yönlü hal şəkilçisi qəbul edib. Şəxs əvəzliyi. Buna qoyaq şəxs əvəzliyi. Qazan xan bundan xəbərsiz oğlunun dayandığı yerə gəlir. Bundan xəbərsiz. Bu işarə əvəzliyidir. Bu işarə əvəzliyidir. Sonra kim bu gənci qınadı, kim haqq qazandırdı? Sual əvəzliyidir, adlı xaldadır. Sonra hər iki gənc döyüş meydanına atılır, düşmənə qalib gəlir. Hər iki gənc bu oldu burada təyin əvəzlik. Sonra gəldiysə, Dirsə xanın oğlunun buğanı yerə yıxması hamının təəccübünə səbəb oldu. Bu da hamıda qeyri-müəyyən əvəzlikdir, yiyəlikdir. İndi nə oldu? Şəxs əvəzliyi, bu şəxs əvəzliyidir. Birinci. Sonra ikinci işarə əvəzliyidir. Üçüncü də qeyri-müəyyən əvəzlik. Oldu nə? 2, 1, 3. E variantı. Nümunələrdə əvəzliyin hansı məna növünün işlənməmişdir? O torpaqda məhsul bol olacaq. Hansı torpaqda? İşarə əvəzliyi. Hər qaranlıq gecənin bir işıqlı səhəri var. Hansı qaranlıq gecənin? Oldu təyin əvəzlik. Sonra niyə hamını özün kimi bilirsən? Niyə hamını özün kimi bilirsən? Niyə sual əvəzliyidir? Hamını qeyri-müəyyəndir. Oldu. Şəxs əvəzliyi yoxdur ki, burada C variantı. Hansı cümlədə əşyanın ümumi şəkildə təyin edən, təyin əvəzlikdən söhbət gedir. Əvəzlik işlənmişdir. Biri sazı elə çalır, biri sazı belə çalır, biri də sazı elə belə çalır. Bu qeyri-müəyyən əvəzlikdir. Bunlar dünən çap etdiyimiz məqalələrdir. Bunlar işarə əvəzliyidir. Hər parıldayanı qızıl bilmə. Hansı parıldayanı qızıl bilmə? Hər. Oldu elə işarə əvəzliyidir. Hər, təyin əvəzliyi, hər, öz, bütün filan. Sonra gəldik. Cümlələrin birində kimsə əvəzliyi heç kim mənasını bilir. Bax bu kimsə sözü iki cür daha. Bir, deyirəm ki, qapını kimsə döydü. Kimsə, yəni arxada bir kim var da, qeyri-müəyyən də olsa kimsə var arxada. Bir də deyirəm ki, onun kimsəsi yoxdur, yəni heç kimi yoxdur. Yox mənasında. Burada isə heç kim yox mənasından söhbət gedir. Gəldik, deyir ki, kimsə bu işi görməlidir. Bu kimsənin arxasında şəxs var. Kimsə sən axtarır, yəni qeyri-müəyyəndir, bilmirəm. Kimsə sən axtarır, var bir şəxs, amma qeyri-müəyyəndir. Hər kimsənin var kimsəsi. Hər kimsənin var kimsəsi. Bu da yəni var bir şəxsdən söhbət gedir. Kimsə açmaz qapımı, badi-səbadan qeyri. Kimsə, yəni heç kəs. Oldu nə? 21-də D. 22-də. Nə deyir? Əvəzlikdən düzələn sözlərin işləndiyi cümlələri müəyyənləşdir. Deyir, bu sahələr çoxdan özəlləşdirilibdir. Özdən özəlləşmək, özəlləşdirmək, özəlləşdirilmək ibdir. Hansının hissəsindən yaranır, nədən düzəlir, nəyə baxmalıyam? Sonuncu leksik şəkilçidən önə. Özəlləşdirmək
Bu feildən yaranmış feildir. Sonra 5-ci sinif şagirdləri bütünlüklə deyilənlərə riayət edir. Burada var bütündən bütünlük, bütünlüklə. Sonuncu leksik şəkilçidən önə baxırıq. Bütünlük. İsimdən yaranmış bütünlüklə deyilənlərə riayət edirlər. Digər nitq hissəsidir. Bu əvəzlikdən düzəlməyib. Sonra gəldik. Deyir ki, Sübhan indi də kimliyini gizlədib. Aradan çıxmağa çalışırdı. Kimlə? Kimlik, kimliyi, kimliyin. Bir dənə leksik şəkilçi var, deyən kökə baxırıq ki, sual əvəzliyindən yaranmış isimdir. Sonra kimsəsizlik Məmmədin tale yükü idi. Kimlə? Kimsə, kimsəsiz, kimsəsizlik. Kimsəsiz sifətdən yaranmış isimdir. Bu torpaqları mənimsəmək üçün çox əlləşmişdi. Məndən, mənimsəmək, mənimsə, mənimsəmək. Bax, imsa yeganə şəkilçidir ki, əvəzlikdən feil yaradır. Ha, bunun da kökünə baxıram, əvəzlikdən yaranmış feildir. Oldu nə? 3 və 5. A variantı. Sonra 23. Hansı cümlədə əşyanın ümumi şəkildə təyin edən, təyin əvəzlikdən söhbət gedir də. Əvəzlik var. Gəldik 23-də. Baxırıq, deyir ki, kimi maraqlı söhbətlər edir, kimi isə keçmişdən danışırdı. Burada kimi bu qeyri-müəyyən əvəzlikdir. Bu səyahətdən bütün uşaqlar razı qalmışdı. Hansı səyahətdən? İşarə əvəzliyidir. Bütün uşaqlar, hansı uşaqlar təyin əvəzlikdir? B variantı. Sonra hansı cümlədə əşyanın ümumi şəkildə təyin edən, yenə təyin əvəzlikdən söhbət gedir. Kim isə yavaşcadan içini çəkə-çəkə ağlayır. Kimsə bu qeyri-müəyyən əvəzlikdir. Künc tərəfdə oturmuş adam nə isə danışdığı üçün hamı ona diqqətlə qulaq asır. Nə isə bir də hamı qeyri-müəyyən əvəzlikdir. Şənlik davam edir. Hər həyətdə bayram tonqalları alovlanırdı. Hansı həyətdə? Hər həyətdə. Oldu nə? 24-də C variantı. 25-də. Əvəzliyin bütün məna növlərinin işləndiyi cümləni göstər. Bütün məna növü şəxs əvəzlidir, qeyri-müəyyəndir, sualdır, təyinidir, işarə əvəzlidir. Hamısının işləndiyi nümunəni deyir. Baxaq. Deyir ki, bu baxışlar bizə daha yaxşı işləməyə ruhlandırırdı. Bu işarə əvəzlidir, bu isə şəxs əvəzliyi. Vəziyyəti elə gətirdi ki, elə işarə əvəzliyidir. Yenə öz təyin əvəzliyidir, kəndimizə qayıtmalı oldu. Bəzi uşaqlar qeyri-müəyyən bu meydançaya təyini işarə əvəzliyi, meydançaya yığışar, onlar şəxs əvəzliyi, öz təyin əvəzliyi aralarında yarış keçirərdilər. Mənim özüm, mən şəxs əvəzliyi, özüm təyin əvəzliyi, şəxs təyini, bu işdən işarə əvəzliyi, işlə nə qədər sual əvəzliyi, məşğul olduğumu hamı bilirmi? Bu da qeyri-müəyyən. Elə neçə dənə? 1, 2, 3, 4, 5 dənə məna növ var. 5-də iştirak edib D variantıdır. Sonra gəldik, deyir ki, nömrələnmiş sözlərdən hansılar əvəzlik deyil? Sən əvəzlikdir, şəxs əvəzlidir. Orada zərfdir. Sən orada pıçılda, eşidim səni. Sən burada şəxs əvəzliyidir. Özgəsi çağırsa, onda karam mən. Mən də burada şəxs əvəzliyidir. Özgəsi çağırsa, özgəsi, özdən, özgə, bu sifətdir. Oldu 4. Sonra gəldik digər tərəfdən çağırsa, onda karam mən. Nə zaman karam mən? Onda burada oldu nə? Dadə şəkilçisi ilə zərf düzəltdi. Nə oldu? 2, 4 və 5. Sonra 27. Deyir, hansı cümlələrdə qeyri-müəyyən əvəzi işlənmişdir. Amma elələri də var ki, bu peşəni sevmir. Elələri işarə əvəzliyidir. Bu da təyin əvəzliyi. Belə getsə, vay halımıza. Burada da işarə əvəzliyidir. Biri səhv addım atdı mı, onu təkrarlamayın. Biri qeyri-müəyyən əvəzlikdir. Nələr olmur bu dünyada? Bu sual əvəzliyidir. Bu isə işarə əvəzliyi. Onun nə isə yazdığını
Gördünüzmü? Neyse. Oldu nə? 3 və 5. Sonra nümunədəki əvəzliklərin məna növlərini müəyyənləşdir. Daha ürkmür adamdan. Bu şəhərin quşları hansı şəhərin? Hərə öz işindədir, baxan yox, quşa sarı. Bu işarə əvəzliyi. Hərə öz bu qeyri-müəyyən əvəzlik. Öz işindədir, təyin əvəzlik. İndi nə oldu burada? Oldu işarə. Oldu qeyri-müəyyən, oldu təyin əvəzlik 5. 28-də oldu 1, 3, 5. Sonra nümunədəki əvəzliklərin məna növlərini müəyyən edin. O bilirdi ki, hər dərdə dərman tapmaq hər kəsin işi deyil. O bilirdi ki, kim, o, bu şəxs əvəzliyidir. Şəxs əvəzliyi. Hər dərdə təyin əvəzlik. Dərdə tapmaq hər kəsin qeyri-müəyyən əvəzlik işidir. Yəni, nə oldu? Şəxs, təyini, bir də qeyri-müəyyən 5. Fərqləndirilmiş sözlərdən əvəzlik olmayanı müəyyənləşdir. Bizdən başqa onun kimi var. Onun kimi var. Burada bu qeyri-müəyyən əvəzlikdir. Kimi anonim xüsusiyyətə daşıyır, baxın. Biri var qeyri-müəyyən əvəzlik, bir də var ədat. Ədat. Onun kimi insanlar az tapılar. Onun kimi burada qoşmadır, bənzətmə qoşmasıdır. Bunu götürürük. Hərə işini bir şəkildə qurmağa çalışır. Burada qeyri-müəyyən əvəzlikdir hərə. Şeirlərdən biri xüsusilə xoşuma gəlir. Şeirlərdən biri xüsusilə xoşuma gəlir. Bu saydır. Bir rəqəmi, birinin də amonimliyi var, biri var qeyri-müəyyən. Məsələn, deyirsən ki, biri səni səsləyir. Bir də deyirsən ki, şeirlərdən biri. Konkret sayla əvəzləşdirəndə olur say. Məsələn, şeirlərdən ikisi xüsusilə xoşuma gəldi. Görürsünüz, saya çevirə bildim. Amma məsələn, qapıda biri səni gözləyir. Qapıda ikisi səni gözləyir deyə bilərəm? Deyə bilmərəm. Oldu nə? 2 və 4. Sonra, hansı nümunədə əvəzlikdən düzələn söz işlənməmişdir? Əvəzlikdən düzələn söz işlənməmişdir. Bir sözün tərkibinə görə təhlil etməliyik bu tipli testlərdə tərkibinə görə. Səndən, sənsiz, sənsizlik. Deməli, hansı diksiyasından düzəlib, nədən yaranıb dedikdə bir leksik şəkilçi varsa kökə baxırsınız. Bir neçə leksik şəkilçi varsa hara baxmaq lazımdır? Sonuncu leksik şəkilçidən önə, yəni lıqdan önə, likdən önə. Səssiz, sifətdən yaranmış isim. Kökü isimdir, əvəzlikdir, şəxs əvəzlik. Əvəzlikdən də yaranıb sifət, sifətdən də yaranıb isim. 1. Heç kimin özəl həyatına qarışmaq olmaz. Bu mürəkkəbdir. Heç buna baxmağa dəyməz. Hərdən onu parkda şahmat oynayan görürəm. Hər təyin əvəzlikdir. Dandən buna şəkilçi olaraq, leksik şəkilçi olaraq artırılır, zərf düzəldir. Nə zaman onu şahmat oynayan gördüm? Hərdən. Sonra, onluq mismarlardan bir neçəsini mənə verdi. Mənə onsuz da sadə saydı. Sayda say nəymiş? Əvəzlikdir. Buradakı yönlük hal şəkilçisidir. Ona görə götürürük. Mənim bu dünyada öz aləmim var. Sənlə sevincim var. Sənsiz qəmim var. Səndən, sənlə. Bir də səndən, sənsiz. Əvəzlikdən yaranmış sifətdir və digər nitq hissəsidir. 1 və 4 oldu. Sonra hansı cümlədə kimsə əvəzliyi, heç kim əvəzliyinin kimsə, heç kim əvəzliyinin sinonimidir. Bayaqki test kimi bir şeydir. Deyir, kimsə qapının arxasında dayanıb qonaqları dinləyirdi. Kimsə əvəzliyi, heç kim. Kimsə, yəni bu bayaq test izah verdim. Arxada kimsə var. Bu ola bilməz. Kimsə dəstəyə götürərək evin sahibinin məşğul olduğunu söylədi. Yenə kimsə, yəni bir şəxs varım, qeyri-müəyyəndir. Bizdə isə heç kim mənasında olsun, heç kim. Qapı açılanda kimsə eyvanda göründü. Yəni şəxs var da, indi Əlidir, nə bilim, Cahandır, Gülşəndir, nə bilim bir şəxs var da. Kimsə məni aldada bilməz, yəni heç kim məni aldada bilməz.
Müharibədən sonra o kənddə kimsə qalmamışdı. Yəni heç kim qalmamışdı. Oldu nə? 4 və 5. Uyğunluğu müəyyən edək. Quruluşca yalnız sadə olan əvəzlik, quruluşca hər üç növə aid olan əvəzlik, yəni sadə və yaxud sadə düzəltmə mürəkkəb. 33-də baxırıq. Şəxs əvəzlikləri sadədir. Ancaq sadədir şəxs əvəzliyi. Qeyri-müəyyən əvəzliklər isə həm sadə, həm düzəltmə, həm də mürəkkəb. Məsələn, sadə hamı, düzəltməsi biri, sonra kimsə, nəsə, hərə, mürəkkəbi, hər kəs, hər şey, kimsə, nə isə. Bu getdi bura. İşarə əvəzliyi, o da sadədir. Hər, öz, bütün, filan. Sual əvəzlikləri, quruluşca sadəsi də var. Kim, nə, hara. Düzəltməsi də neçənci. Mürəkkəbi də nə etdi, nə edir, nə edəcək. Oldu bu, bura getdi. Sual əvəzliyi də. Təyin əvəzlikləri də sadədir. Hər, öz, bütün, filan. İşarə əvəzlikləri də o, bu, elə, belə, həmin. Haman. Oldu nə? 1-ə A, C, Y, 2-ə B, D. Gəldik. 34-də baxırıq. 34-də deyir ki, verilmiş nümunələrdə altından xətt çəkilmiş sözlər əsasında Euler Venn diaqramına aid uyğunluğu göstər. Bu 2 dənə tərəfli test olanda heç xoşum gəlmir də. Amma nətər edeyim ki, yaxşı görmək üçün. Əlacımız nədir? Belə eləyək. Buna da min şükür. Bunu belə yaxınlaşdıraq. Aha. Deyir ki, deməli, nə qədər çalışsan da keçmişi dəyişə bilməzsən. Amma gələcək öz əlindədir. Victor Hugo. Sonra elə danış desinlər. Əsl kökü olandır. Aşıq Əli. Aşıq Alı. Deməli, baxaq görək. Əvəzlikdir. Hər ikisi əvəzlikdir. Nə qədər sual əvəzlikdir. Sadəcə burada tabel mürəkkəb cümlənin daxilində işlənib və bağlayıcı vasitə kimi iştirak edib də. Bağlayıcı vasitə olanda tabel mürəkkəb cümlənin tərkibində olanda sual vermə funksiyasını itirir. Bu əvəzlikdir. Elə danışda burada zərfi əvəz eləyib. Cümlədə zərfli olmasına baxmayaraq morfoloji cəhətdən əvəzlikdir. Ona görə hər ikisi əvəzlikdir deyən bu ortaya gedir. Sonra 2-də nə deyir? Zərfdir. Zərfdir. Heç bir zərf deyil. Sadəcə zərfi əvəz eləyib morfoloji cəhətdən əvəzlikdir. Belə şeylərdə diqqətli olun. Sonra aid olduğu məna növü bütün əsas nitq hissələrini əvəz edir. Sual əvəzliyi. Hətta özünü də əvəz edə bilər. Sual əvəzliyi. Nə qədər atırıq bura. Sonra cümlədə kəmiyyət zərfliyi vəzifəsindədir. Cümlədə kəmiyyət zərfliyi vəzifəsindədir. Elə danış ki, məsələn, kəmiyyət zərfliyi. Elə danış ki, birinciyə bax. Nə qədər çalışsan, nə qədər sual əvəzliyidir. Olaraq kəmiyyət zərfliyidir. Bunu da atıram bura. Nə oldu? T-ni də verdik bura. Sonra aid olduğu məna növünə aid sözlərin hamısı quruluşca sadədir. Bu da o, bu, elə, belə, həmin, haman. Elə işarə əvəzliyidir. Bu da atırıq bura. E variantı. Niyə vermədik bunu nə qədərə? Çünki sual əvəzliyi bayaq qeyd etdim. Sadə, düzəltmə mürəkkəb olur. Oldu 1-ə C, D, 2-ə E, 3-ə A. Belə. Baxın görün nəzərimdən keçən yox, keçməyib. Hamısını izahını nəzərinə çatdırmışam.